Nizami metrosunun yanında Nizami Mol'un binası kimi tanınan gördüğünüz bu yeni tikili binada ümumi sahəsi 150 kvadrat metr təşkil edən 3 otaqdan ibarət olan ofisə yararlı mənzil icarəyə götürmək istəyənlər mütləq bu videonu izləsinlər. Giriş etdik, az öncə qeyd etdiyimiz ofisə yararlı olan mənzilin daxilinə gördüyünüz kimi bura mövcud olan bir otaq geniş formadadır. Pəncərəsi boydan boyadır və park mənzərəlidir. Dəhliz hissəsi bura sol tərəfdə giriş qapısıdır. Burada sanuzel və burada ikinci sanuzel. Hamam otağı duş kabini də var. Gördüyünüz bura mətbəx kimi nəzərdə tutulub. Buranın da eyvana çıxışı var. Gördüyünüz kimi park tərəfə baxır. Bura ikinci otaq. Buranın da özünə məxsus pəncərəsi var. Bu gördüyünüz ofisin isitmə sistemi kombidir. Və burada üçüncü otaq. Buranın da iki pəncərəsi mövcuddur. Gördüyünüz bu ofisə yararlı olan mənzili icarəyə götürmək istəyən hər bir şəxs prosesindəki mobil nömrə ilə birbaşa əlaqə saxlaya bilərlər.